يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله. قال رسول الله صلى الله عليه وسلم: المسلم من سلم المسلمون من لسانه ويده. Allah'ın salamı, rəhməti, məğfirəti cümləmizin üzərinə olsun. Uca Allah Teala'ya həmd sanalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat salamlar olsun. Ey Allah'ın qulları, sizlərə və özümə uca Allah'a qarşı təqvalı olmağı, Resulullah sallallahu aleyhi ve sellemin yolundan getməyi tövsiyə edirəm. Möhtərəm müsəlmanlar, bugünkü xutbəmizdə insan olaraq əldə etməyimiz gereken en büyük nimət, mükafat və qazanc olan, yəni hər bir müsəlmanın var olma qayəsi olan Allah'ın razılığını qazanmağın yollarından bəhs edəcəyik. Allah'ın razılığını qazanmaq yüksək məqam və çox əzəmətli işdir. İzzət və cəlal sahibi Allah'ın razılığını qazanmaqda həmçinin bizi cənnətə götürəcək hidayət yolunun ilk addımı imandan keçir. İman əsaslarına, tövhidə könüldən bağlı qalanlar, məqsədini bilənlər, fəzilətinə inanaraq ona bağlı qalanlar əbədi nimətlərə qovuşacaqdır. Bizə düşən isə son nəfəsimizə qədər imanımıza və Rəbbimizə verdiyimiz qulluq sözünün sahibi çıxmalıyıq. İmanımızla söz və davranışlarımıza yansıtmaq və salih əməllərimizi diri tutmağımız lazımdır. Necə ki, Rəbbimiz Quran-ı Kərimin Bəyyinə surəsinin 7-ci, 8-ci ayəsində buyurur ki, şübhəsiz iman gətirib yaxşı əməllər edənlər yaradılanların ən xeyirləridir. Rəbbi yanında onların mükafatı ağacları altında çaylar axan və əbədi qalacaqları ədin cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu mükafatlar Rəbbindən qorxanlara məxsusdur. Dəyərli müminlər, Allah'ın razılığının və cənnətə gedən yolun ikinci addımı isə oxuduğumuz ayet-i kərimədə də məlum olduğu kimi imanımızın salih əməllərdən göstərməkdən keçir. Qulun Allah üçün söylədiyi hər xeyirli söz, hər gözəl davranış, gözəl bir niyyət salih əməllərdəndir. Əsas odur ki, bu əməllər edilərkən ixlas və səmimiyyətli edilsin. Rəbbimiz Ra'd surəsinin 43-cü ayəsində buyurur ki, İman gətirib salih əməllər işləyənlərin xoş halına, onlar üçün gözəl bir qayıdış yeri cənnət vardır. Başqa bir ayet-i kərimədə isə Allah'tan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və Allah'ın razılığı vardır. Allah bəndələrini görəndir. İbadətlərimizin hər biri salih əməl, eyni zamanda salih əməl olmaqla yanaşı bizə gözəl vəsiflər qazandırmaqdadır. Namaz bizi pis və çirkin əməllərdən uzaqlaşdırar. Orucumuz dilimizi pis sözlərdən, əlimizi, zehnimizi və könlümüzü pisliklərdən qoruyar. Həccimiz təslimiyyətimizi və ümmət duyğumuzu, düşüncəmizi möhkəm edər. Zəkatımız, sədəqəmiz, infakımız və qurbanımız isə dünya nimətlərinin əsli olmamağımızın xəbərdarlığını edər. Əziz müminlər, Allah'ı razı salan, imanı kəmala çatdıran və mümini cənnətə yönləndirən ən təsirli yol üçüncü addımımız olan gözəl əxlaqdır. Allah'ın razılığını qazanmaq istəyən əsl mümin ana atasına, xanımına, övladlarına, qonşu və qohumlarına, can daşıyan hər bir varlığa şəfqət və mərhəmət göstərməlidir. Əli ilə, dili ilə heç kimsəyə zərər verməli deyil. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, El-muslim mən səlməl muslimunə min lisanihi və yedihi. Əsl müsəlman əlindən və dilindən əmin olunan kimsədir. Həmçinin Allah'ın razı qalacağı mümin yalan söyləməməli, əhdə vəfa göstərməli, boş və faydasız işlərlə ömrünü israf etməməlidir. Bu da yalnız gözəl əxlaqı həyatımıza gətirməklə olur. Əbu Darda radiyallahu anh söyləyir ki, Resulullah sallallahu aleyhi ve sellem belə buyurdu.
Qiyamət günündə mömin qulun tərəzisində gözəl əxlaqdan ağır gələn bir şey olmaz. Değerli cemaat, bu cümə vaxtı Allah'ın razılığını qazanmağı, qurtuluşa çatmağı, cənnət əhli olmağı niyaz edərkən hər birimiz özümüzə mütləq hesaba çəkməliyik. Necə ki, Hz. Ömər radiyallahu anh buyurur ki, Hasibu enfusakum qablə ən tuhasibu. Hesaba çəkilmədən, ölümdən əvvəl özünüzü hesaba çəkin. Özümüzə təfəkkür edərək bu sualları verməyimiz lazımdır. Rəbbimizin əmanəti olan özümüzü hansı yolda xərcləyirik? Görəsən hal-hazırda getdiyimiz yol bizi cənnətə mi, yoxsa cəhənnəmə mi aparır? Yaşantımızla bizi cənnətə götürəcək bir körpü mü qururuq, yoxsa cənnətlə aramızda divar mı hörürük? Söz və davranışlarımızda nə qədər səmimiyyət, nə qədər doğruluq var? Nəfsimizə baxaq, etdiyimiz əməlləri Allahın razılığı üçün, yoxsa riya üçün mü edirik? Allah-u Teala hesabımızı asan etsin, bizləri bağışlasın, öz rızası istiqamətində yaşamağı cümləmizə nəsib etsin. Xütbəmizi sevgililər sevgilisi Peyğəmbər Efendimiz sallallahu aleyhi və səlləmin cənnəti qazanmaq istəyənlər üçün nəsihəti ilə bitirirəm. Siz mənə 6 şey xüsusunda garanti verin, mən də sizə cənnətin garantisini verin. Danışdığınız zaman doğru danışın. Söz verdiyinizdə sözünüzü tutun. Sizə bir şey əmanət edildiyində ona riayət edin. İffətinizi qoruyun. Gözlərinizi haramdan çəkinin. Əlinizi pisliklərə, harama uzatmayın.